Azərbaycanda yeni imtahan modeli tətbiq olunacaq. Elm və Təhsil naziri Emin Əmrullayev imtahanlar üçün sualları hazırlayan müəllimlərə çağırışda edib. Daha ətraflı sujetdə. Azərbaycanda mövcud imtahan modeli və məzmunu beynəlxalq səviyyəyə yaxınlaşır. Elm və Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi arasında ciddi əməkdaşlıqlara başlanılıb. Birinci və ən vacibi mövcud imtahan belə deyək, modelinin və mövcud imtahan məzmununun beynəlxalq qiymətləndirmə çərçivələrinə yaxınlaşması və yoğunlaşmasıdır. Bu düşünürəm, çünki yenə də əsas fikrə qayıdıram ki, imtahanların məzmunu təhsilin sonunda keyfiyyətini dəyişmək üçün ən qısa yoldur. Nazir çıxışında PISA modelində qiymətləndirilmədən də söz açaraq bildirib ki, hər 4 ildən bir açıqlanan nəticələr bu dəfə Azərbaycan təhsilində son illərdə aparılan müxtəlif istiqamətli dəyişikliklərin mahiyyət etibarilə inkişafa necə təsir etdiyini göstərən ən obyektiv göstərici olacaq. Yəni, həqiqətən də biz avqust-sentyabr ayında başa düşəcəyik ki, nəinki son 4 ildə, bəlkə də son 15 ildə. Və təsəvvür edin ki, biz hələ də 2024-cü ildə keçirilmiş PISA qiymətləndirmələrində 2016-cı ildə tətbiq edilmiş məktəbə hazırlıq, yəni 5 yaşların məktəbə hazırlığa cəlb edilməsi islahatının nəticəsini görməyəcəyik. Niyə? Çünki o yaşlı uşaqları hələ 2024-cü ildə PISA-ya cəlb edə bilməmişik. Emin Əmrullayevin sözlərinə görə son dövrlər Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul buraxılış və müəllimlərin işə qəbulu imtahanları ətrafında aparılan müzakirələr cəmiyyətdə uyğun və düzgün istiqamətdə yönləndirilmir. Yəni, sualların çətinliyi ətrafında yaranmış ajitajın bu və ya digər formada Azərbaycan cəmiyyəti üçün heç bir faydasının olmadığını düşünürəm. Düzdür, təbii ki, ayrı-ayrı fərdlər və şəxslər bununla bağlı emosional, belə deyək, fikirlər səsləndirə bilər, amma mahiyyət etibarilə yenə də əvvəl də təkrar edirəm özümü ki, suallar çətin də olanda, asan da olanda yenə eyni sayda abituriyent ali təhsil müəssisələrinə qəbul olur. Yenə daha yaxşı biliyə malik insanlar daha nisbətən o bilərə nisbətən yüksək bal toplayır. Elm və Təhsil naziri imtahanlar üçün sualları hazırlayan müəllimlərə də müraciət edib. Nazirin sözlərinə görə imtahanlarda bəzi suallar iştirakçıları çaşdırmaqdan ötürü hazırlanır. Azərbaycanda bir çox fənn mütəxəssisləri, bir çox istər dil, istər tarix sahəsində biz bunu müəllimlərin işə qəbulunda da görürük və müşahidə edirik ki, sualları yazarkən daha çox qarşısındakı adamı çaşdırmaq məqsədi daşıyır, nəinki onun biliyini ölçmək. Yəni, bu dəyişməlidir. Çünki sual insanı görüm çaşdıranda düz cavab verə bilirmi məntiqindən o nəyisə bacarır yoxsa yox funksiyasına malik olmalı. Bu çox vacib məsələdir. Yenə bu qurumların yox, məhz Azərbaycan pedaqogikasında mövcud olan bir problemin dəyişməsidir. Yəni bu daha çox fənn mütəxəssislərinə olan müraciətdir. Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məlikə Abbaszadə dövlət qulluğunda yeni imtahan modelinin tətbiqini elan etdi. Sədr martın 9-da tam 11 illik orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələrinin aprelin 25-dən sonra açıqlanacağını bildirdi. Intensiyalara əsaslanan demək imtahanlara biz keçirik. Bu çox vacib bir demək mərhələdir dövlət qulluğunda. Bu prosesdə bizim bir neçə dövlət orqanları çox sıx iştirak edir. Biz müəyyən demək araşdırmalar aparmışıq. Həmin o araşdırmaların nəticələri bu gün bu demək paneldə sizə təqdim olunacaq. Qeyd edək ki, buraxılış imtahanlarında həmin gün 58.138 şagirdin iştirakı nəzərdə tutulurdu. Lakin onlardan 9 nəfərdən mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər.